Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər necəsiz? Ümid edirəm yaxşısınız, hər şey qaydasındadır. Blok imtahanına bir həftə qalmış, bir neçə tövsiyə vermək istəyirəm. Bir də bəzi şagirdlərimiz artıq mənəvi cəhətdən biraz böhrandadılar. Onlara bir tövsiyəm olacaq. Ümid edirəm ki, məni sona kimi dinləyər və nəsihətlərimə qulaq asarsınız. Birinci, biz son bir həftə nə etməliyik, nə etmiş olmalıyıq? Bunun cavabını gəlin verək. Sonrakı bir həftədə öz ağıl sağlamlığımızı qorumaq üçün çalışaq. Öncəliklə mən artıq bu 5 ildir ki, son günə kimi, imtahanın son gününə kimi dərs keçirəm, bir gün qalmış istirahət verirəm. Amma şagirdlərin ümumi vəziyyətini nəzərə alanda artıq qərar vermişəm ki, bu bir günü bir həftəyə qaldırım. Amma indi yox da gələn ildən bir həftəlik bir istirahət müddəti onlar üçün düşünürəm. Bu bəziləriniz üçün vaxt dəyərlidir, nə bilim o vaxtda nə qədər şey öyrənmək olar, bu kimi anlayışlara gələ bilər. Amma mən heç vaxt son günə saxlamamışam. Yəni bir həftə də olsa erkən bitirmişik biz proqramı. Bizdə artıq məsələn mayın 10-undan proqram bitmişdi. Ədəbiyyat, Azərbaycan dili hamısı bir yerdə. Yəni 14 gündə olsa heç olmasa şagird artıq tam yaxşı vəziyyətdə idi. Gələn il hazırlıq sistemini elə quracağam ki, onlara bir həftəlik bir vaxt verə bilim və onlar yaxşıca dincəlsinlər. Amma indi gecdir. İndi son günə kimi mən keçəcəm dərsi. Ola bilsin 6-cı gün istirahət verdim. Baxaram vəziyyətə. Deməli, yoldaşlar, öncəliklə deyim ki, mən öz şagirdlərimə nə işlətmişəm, bizi izləyən izləyicilər, başqa müəllimlə hazırlaşanlar da bunları yəqin ki, müəyyən qədər də olsa ediblər. Müəllim hazırlığı ilə davam edənlər çox vaxt etmiş olur. Deməli, uşaqlar, siz artıq proqramı, mənim fənlərim barədə danışıram, Azərbaycan dili ədəbiyyat bitirmiş olmalısınız. Proqram bitib və abituriyent jurnalı 2021-dən 20 də ola bilər. 21-dən bu yana nə varsa hamısını bitirmiş olmalısınız. İmtahan suallarını bitirmiş olmalısınız. Yenə də 2020-25 arası hamısını nəzərdə tuturam. Dim test toplu tam bitmiş olmalıdır, situasiyalar daxil olmaqla. Əlavə başqa nəşrlərdə işləyə bilərsiniz. Məsələn, biz daha çətin tipli vəsaitlər işlədik, bitirdik. İkinci cəhd üçün də bəzi materialları qırağa qoymuşam. Bir də məsələn, mən sınaq işlədirəm, müxtəlif bir balaca MİQ tipli, MİQ-ə yaxın suallar. Onlar nisbətən çətin olur. İndi çətin sualları olan kitab tapmaq asan məsələ deyil. Yəni, bu ağzımdan çıxardığım, bu dediyim bütün vəsaitlər tam şəkildə bitmiş olmalıdır. Bunları bitirmişsiniz, proqramı da bitirmişsinizsə, siz artıq demək olar 90% hazırsınız. Bununla belə bəzi şagirdlər hazırlıq prosesində biraz baş qatırlar, dim test toplunu işləyib qalırlar. Nəzərinizə çatdırım ki, dim vəsaitləri hər mənada kifayət deyil. Müəllim dəstəyi ilə də nəsə işləməyə biz məcburuq. Çünki dimin vəsaitini uşaq bitirir maksimum, deyək ki, 2 aya, 3 aya, sonra nə edəcəksən? İndi son 2 ay qalmış qoşulanlara aid deyil bu dərsə. Biz yaydan hazırlaşdırdığımız, sentyabrdan hazırlaşdırdığımız uşaqlar var. Onlarla dimi bitirdik, sonra nə edəcəyik? Yəni, bunun sonrasında düşünmək lazımdır axı, düzdürmü? Bunu biləsiniz. Yəni, bunlar bitmiş olmalıdır. Son bir həftəni xüsusən sınaqlarda dəyərləndirin. Bir də iri həcmli əsərlər var. Biz ədəbiyyatdan son həftəmizi buna ayıracağıq ki, xüsusən iri həcmli əsərləri müzakirə edəcəyik. Və bir də sınaq. Bir də ola bilər ki, məsələn, şagird deyə bilər ki, filan hissədə mənim xüsusi çətinliyim var. Mən ona aid qısa videolar hazırlayıram, nə bilim, dərsdə izahlar verirəm. Siz də araşdırın. Məsələn, deyək ki, sizin tabeliyə aid probleminiz var. Elə bizim kanalda buna aid 30 dəqiqəlik sadə bir izah var. Ona baxa bilərsiniz, faydalana bilərsiniz. Yəni, bunları etmiş olmalısınız. Bir də bəzi şagirdlər və ya valideynlər hər şeyi müəllimdən gözləyir. Təbii ki, müəllim öz vəzifəsini yerinə yetirib, az əvvəl sadaladığım hər şeyi şagirdə verməlidir. Amma şagirdlər də gərək biraz özündə olsun, öz canında olsun ki, müəllim mənə demədi, amma mənim filan qədər boş vaxtım var, mən gedim filan materialı da işləyim, özüm üçün maraqlanım, faydalanım. Çox təəssüf ki, bunu edən şagirdlərin sayı o qədər də çox olmur. Adətən inamı güclü olan, intizamlı. İnsanlar disiplin deyil, bizdə disiplin demirik ona, intizam deyirik. İntizamlı şagirdlər də bu, yəni mümkündür, edirlər. Yəni, bunlara diqqət edin. Son bir həftəni test işləmək bol-bol, çətin vəsaitlərdən seçmə və bir də tövsiyə edirəm, ədəbiyyatdan iri həcmli, əlavəli əsərlərin təhlilinə vaxt ayırasınız.
Ədəbiyyatdan yaradıcılığa da xüsusi diqqət edin. Biz indi dərsdə şagirdlərə deyirik ki, hansı yaradıcılıq hissələri düşə bilər. Mən təhlil edərkən, video izahla danışarkən də orada da görə bilərsiniz ki, mən xüsusi işarə edirəm ki, bunlar sizin qabağınıza imtahanda çıxa bilər. Çox zamanda çıxır, yəni bu bariz bir şeydir. Burada mən demirəm ki, mən imtahan sualını bilirəm. Sadəcə olaraq analiz edəndə konkret müəyyən eləmək mümkün olur. Bunu şagird özü də edə bilər, müəllimə ehtiyac yoxdur. Bura kimi belə, bura kimi zənn edirəm, anlaşılmayan bir məsələ yoxdur. Sonrakı 5 dəqiqəmdə isə mən danışmaq istəyirəm. Mənəvi böhran. Bilirəm, çox yorğunsunuz, mən də yorğunam. Mən də yorğunam, həqiqətən. İmtahana hazırlaşan şagirdlər qədər onların müəllimləri də yorulur. Yəni bir müəllim olaraq mən də sinir, stres, hər şeyi yaşayıram. Çünki bəzi şagirdlər var ki, onların mənə verdiyi cavablar məni qane etmir və mən düşünürəm ki, bunun axırı nə olacaq? Mən bu məsuliyyəti daşıyıram. Bir şagirdin yox, yüzlərlə şagirdin məsuliyyəti və nəticədə insanın qəlbi nə olur? Narahat olur. Düzdürmü, yoldaşlar? Buna diqqət edək ki, belə hallar olur və biz bunun qarşısını mütləq almalıyıq. Mənəvi böhran yaşayırsınızsa, öncəliklə bunu demək istəyirəm ki, özünüzü əslində təbrik eləməlisiniz ki, deməli siz həqiqətən əziyyət çəkmisiniz. Əziyyət çəkən insan müəyyən bir yerdə tükənə bilər. Bu normaldır. Anormal olan bilirsiniz nədir? O anda hər şeyə qarşı passivləşmək və ümidini itirmək. Xeyr, əgər sən insansansa, deməli sənin hissiyatın var və sən hiss edirsən ki, yorulmusan. Mən də yorğunam. İnanın ki, 5 ildir istirahətsiz işləyirəm və mən iyulun 10-u 15-i arası avqustun sonuna qədər bir istirahət fikirləşmişəm ki, nə olar? O ay gəlsin və validə heç olmasa bir gün dərs keçməyib istirahət etsin. Bu mənim peşəmi sevmədiyim mənasına gəlmir. Çox sevirəm. Lakin insan bədəninin, insan psixologiyasının limitləri var, yoldaşlar. Ara sıra tətil etmək, dincəlmək yaxşı şeydir. Əgər ciddi mənada artıq fiziki sağlamlığınıza zərər vuracaq bir haldasınızsa, stres yaşayırsınızsa, bir gün hər şeyi atın və sadəcə dincəlin. Məsələn, nə edə bilərsiniz? Baxın, sizə belə bir şey göstərirəm. Bu albomdur, bu şəkil üçündür. Amma motosikl sürücüsü olaraq belə şeyləri görüb alıram və içini mən yazılarla doldururam. Bu yazıları tam təbii mətnini göstərə bilmərəm, belə ucundan göstərək. Burada mən qeyd dəftəri kimi tuturam, arada ürəyim istəsə şəkil də çəkirəm. Gələcəyimlə, arzularımla, ixtisasımla, işimlə, münasibətlərimlə bağlı məni narahat edən məqamları yazıram. Yazdıqca insan onun həllini də tapır. İnsan beyni belə işləyir ki, sən o problemi gözlə gördüyün an onun həlli üçün də müəyyən işlər görürsən. Səni narahat edən nədir? Proqramımı bitirməmisən? Hazırmı deyilsən? Daha öncə kitab üzü açmamısanmı? Düzdür, belələrini mən qınayıram, amma nə etmək olar? Belə şagirdlər də var. Yaz, 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 vəssalam. Ana ilə, ata ilə hər şeyi bölüşmək olmur. Müəllimlə hər şeyi bölüşmək olmur. Dostlarla hər şeyi bölüşmək olmur. Elə hisslər var ki, heç onlar maraqlı olmaya bilər başqalarına. Məsələn, mən durum sənə dərdimi danışım. Bəlkə sənə heç maraqlı deyil mənim dərdim və yaxud mən, düzdürmü? Biz başqalarına öz neqativ hisslərimizi ötürmək üçün, yəni qusmaq üçün adam axtarmaq yerinə bir balaca o kağıza yazmalıyıq. Bu yaxşı bir xüsusiyyətdir. Mən ayda bir dəfə bir gündəlik yazıram və ürəyimi boşaldıram, problemləri qeyd edirəm ki, problemləri daha tez həlli yolunu tapa bilim. Siz də biraz daha elə düşünün. Və imtahan elə bir prosesdir ki, istənilən yaşda o sizdə o sinir, stres, həyəcan, hər şeyi yaşadır. Siz nəzərə alın, bəziləriniz yaydan bəri, bəziləriniz 2 ildir, bəziləriniz 3 ildir durmadan çalışırsınız. Lap bir ay olsun, bir ay belə insan durmadan çalışsa, bir yerdə bədən artıq iflas edəcək, psixologiya iflas edəcək. Bu normaldır. Bunları normallaşdırın və deyin, anormal olan bilirsiniz nədir? Artıq bədən dayan deyəndə sən dayanmırsan. Ağlaya-ağlaya oturub iş görürsən. Olmaz. Biraz düşün, gələcəyin barədə düşün. Yəni, mümkün deyil ki, sən bugünə kimi çalışmısan, amma bu iş nəticəsiz qala. Mən uzun müddətli çalışıram, 5 il olacaq və görürəm ki, çalışdıqca bəhrəsini görmək olur. İlk 2 il böyük bir şey görmədim mən. Üzü istəyirəm, zəng gəlir, fanatlarım biraz çoxdur. İlk 2 il mən
çox əziyyət çəkdim və bunun qarşılığını görmürdüm. Belə düşünürdüm. Amma sən demə, 2 il boyunca durmadan çalışan validə, 18 yaşındakı o validə, 23 yaşındakı validəni inşa edirmiş. Yaxşı. Sən indidən mənəvi böhrana qapılıb, psixologiyanın dibinə vurub, nə etməyi düşünürsən? Bəs sənin gələcəyin, sən iş mühitinə atılanda, universitetdən çıxanda, ailə mühitinə atılanda biraz nə olmaq lazımdır? Möhkəm olmaq lazımdır. Nəzərə al ki, sənin kimi yüzlərlə, minlərlə insan var. Sən böyük bir faciə yaşamamısan, şükürlər olsun, hər şeyin qaydasındadır. Ən azından məni bu dəqiqə izləyirsənsə, deməli müəyyən şeylərin var ki, sən şükür etməlisən. Ona görə də yoldaşlar, əgər siz də mənəvi böhranın eşiyindəsinizsə və düşünürsünüz ki, bu stres sizin bədəninizi ələ keçirib, bəzilərində fiziki simptomlar ola bilər, bəzi şagirdlərində ürək bulanma olur, bədənləri gücsüz olur, hətta son bir həftə xəstələnənlər belə olur. Bunlar hamısı bədənin bir siqnalı kimi qəbul edilməlidir ki, bədən sənə deyir ki, ay insan, bir nəfəs al. Mən sizə bilirsiniz nə tövsiyə edirəm, yoldaşlar? Heç olmazsa bircə saat bir gəzinti edin. Bəziləriniz deyə bilərsiniz ki, mən gəzinti etməyə mühitim yoxdur. Nətər yəni mühitim yoxdur? Şəhər ola bilər, qulaqlığını tax, dəniz ola bilər. Bax, mən məsələn bir problemim olanda qaçıram, dəniz budur buradır, biraz gəzinti edirəm. Bu məndə hansı hissləri yaradır? Müsbət hissləri yaradır və beynimdə olan problemlər həllini tapanlarda olur düşündükcə. Həllini tapmasa belə məni rahatladan şeylər də olur. Səni indi rahatladan nədir? Özünə bu sualı ver. Hansı işi görəndə sənin beynin rahatlayır? Daha gedib qısa videolar izləmək, aman nə bilim, mənasız işlərlə məşğul olmaq yox. Məsələn, oyun oynaya bilərsən. Sizcə mən oyun oynamıram. Mən o qədər gözəl oyunlar oynayıram ki, maraqlı, hekayəli. Boş vaxtımda təbii, hazırda boş vaxtım yoxdur. Bunu da ertələmişəm biraz. Amma boş vaxtım olanda ən az 1 saat etmək istəyərəm. Maraqlı oyunlar ola bilər, dostlarınla söhbət ola bilər, əyləncəli bir vaxt. Nə bilim, götür, səhər, nə bilim, hava yaxşıdırsa, yaxınlarını götür, bir piknik et. Bəzilərinin indi ailə şəraiti imkan vermir ki, onlar çox hər şeydən zövq alsın. Mən bəzi ailələri təəssüf ki, bilirəm. Əgər belə bir şəraitin yoxdursa, mən bəzi izlədiyim videolar var, onları şərhdə bölüşərəm, siz onlara baxarsınız, biraz beyniniz rahatlaşar, onlara bir baxarsınız, yaxşı? O da insana ən azından zövq və motivasiya verə bilər. Həyat gözəldir, dostlar, çətinlik zənn edirəm həyatda olmalıdır, təzad olmalıdır ki, hər şeydən zövq alasan. Dünya ancaq yaxşılıqdan ibarət olsaydı, sən o yaxşıların qədrini bilməzdin. Demək ki, bu acılı tərəf, bu stresli tərəf olmalıdır ki, sən bugün sabah ixtisas nəticən çıxanda, bir uğur əldə edəndə, onun nəticəsini alanda sevinəsən. Və orada burada kimsə görüb, kiməsə qibtə eləməyin. Hamının şəraiti bir deyil. 300 toplayan adamı görəndə düşün ki, o nə üçün 300 topladı? Onun imkanları nə idi? Və sənin imkanların nədir? Bəzən olur ki, imkansızlıqdan, maddi sıxıntıdan hazırlığa gedə bilməyən adamlar özlərini belə müqayisə edir. Sən əgər deyək ki, şəraiti nəzərə almırsansa, potensialı nəzərə almırsansa, özünə qarşı amansız olacaqsan. İnşallah hər biriniz sevdiyiniz nəticəni toplayar, yaxşı bir bal toplayar. Mən buradan bütün şagirdlərimi öpürəm, onlara uğurlar arzulayıram. Hər biriniz bizim üçün dəyərlisiz, topladığınız bal yox, mənəviyyatınız sizi təmsil edir bu dünyada. Bu ballar unudulan, gedən şeylərdir. İmtahan, bax bu indiki imtahanı 2 ildən sonra heç xatırlamayacaqsan o stresi belə. Yəni mən sənə bunu dəqiq deyim. 2 ildən sonra hər şey unudulub gedəcək. Sadəcə özünü fikirləş, bir fasilə ver, fasilə zamanı sevdiyin bir şeylə məşğul ol və salam. Başqa heç bir şey tövsiyə etmirəm. Mənəvi böhrandan qurtulmaq üçün bunların fərqində olmalı, bədəninizi və psixologiyanızı analiz etməli və ən sonda da özünüzə uyğun qərar verməlisiniz. Hər birinizə imtahanda uğurlar arzulayıram. Son günləri yaxşı dəyərləndirə bilərsiniz. Ancaq bir istirahət edin, heç olmasa sabahı
bir qismini istirahətə sərf edin. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.